Əziz Azərbaycan xalqı, əziz Azərbaycanımın polisi, əziz Azərbaycanımın baş prokurorluğu, əziz Azərbaycanımın prokuraturası, nə bilim, nazirliyi, Vilayət Eyvazov, sizə buradan səslənirəm. Naxçıvanın Fuad Nəcəfliyə səslənirəm. Naxçıvanın icra başçısına səslənirəm. Naxçıvanın polis rəisinə səslənirəm. MVD-nin rəisinə səslənirəm. Axırıncı müraciətimdir. Artıq mən boğaza yığılmışam. Mənə uşaqlarıma ağzına gələn söyüşləri söyənləri cəzalandırın. Bir qadın kimi sizdən xahiş edirəm. Bir Azərbaycan qadını kimi sizdən xahiş edirəm. Mənim uşaqlarım söyülüb, adıma səhifələr açılıb, mənə naxalqalar pis sözlər danışırlar, pis sözlər, şərlər atırlar, böhtanlar atırlar. Mənim uşaqlarımın qorxusuna mən yata bilmirəm. Deyə gecə sənin başı kəsəcək ki, bunlar bu sözlər nə sözdərdir bu cəmaat belə yayır. Mənim balalarımın psixologiyası pozulub, özüm xəstə adamam. Mənim bu dövlətə ziyanım yoxdur. Xeyirdən başqa mənim bu dövlətə 1 qram ziyanım yoxdur. 2 dənə əsgər uşaq böyüdürəm bu xalqa, bu torpağa. Musiqi özümə məxsus bir dənə dəstək xəttim var, kasıb qızam, kiralarda yaşayan bir adamam, xəstə bir insanam, dəfələrlə dedim bu insanlara. Bax, Şərurun uşaqlarıdır, adı Barışdır, birinin adı Səfalıdır, Vəfalın qardaşı, Elxan oğlu, dədəsi avtoritet olub güya o vaxtı, dediklərinə görə, qulağıma gəlib çatdıqlarına görə. Araşdırın, xahiş edirəm, bir qadının imdadına çatın, çox xahiş edirəm, hər yerə də 102-yə də yığıb şikayət eləmişəm, hər yerə deyirəm. Çox xahiş edirəm, buradan Türk polisinə səsləniyorum, Türk abilərimə səsləniyorum, benimlə çıxın, iletişimə çıxın, benim sizə sözlərim var. Şu anda param olmadığı için bu benim konsolus Türkiye'ye gönderiyor. Ben gələ bilmiyorum, şu anda benim bilet almağa param yoktur. Rica ediyorum, benimle Türk abilerim, Türkiye Cumhuriyetine səslənirəm. Benimle əlaqə kursunlar, resimleri var, oturdukları yerler var, işledikleri yerler var. Hepsi var, hepsi. Rica ediyorum. Topkapı meydan tarafta fabrika var. Orada Həcə adında biri var. Soruşsanız oradadır. Kime soruşsanız diyecekler size. Çok rica ediyorum, Türk Cumhuriyetinden imdad istiyorum, Türk abilerden, Türk polisinden imdad istəyirəm. Biz kardeş ülkeyiz demiştiniz. Bu Naxçıvan cemaati uşaqları, çocukları gelmiş orada bir bayanı hakaret ediyorlar. Millete neler diyorlar, küfürler ediyorlar. Benim resimlerimi kötü paylaşıyorlar. Benim 2 tane erkek çocuk böyüdürəm. Bir sene sonra əskər gedir mənim oğlum. 1 ildən sonra əskəriyə gedir mənim oğlum. Bu nə söhbətlərdir, bu nə mövzulardır, məni bu söhbətlərə kim qatıbdır, kim bunları qurubdur, bu nə planlardır. Xahiş eləyirəm Azərbaycanın polisindən, xahiş eləyirəm Türk Cumhuriyetinin polislərindən, xahiş eləyirəm Türk konsullusuna buradan rica ediyorum bir qadın kimi. Səsimi duyun Türk abiler, Türk qardaşlar, Türk polislər, Türk anaları, Türk Cumhuriyetinin qeyrətli anaları, şərəfli anaları, əllərinizdən öpərim. Benim çocuklarıma küfür ediyorlar, beni hakaret ediyorlar, bana böhtanlar, şerler atıyorlar, beni birçok insanların içinde TikTok'ta şeref ve layaqətimi yerə vururlar. Rica ediyorum bunlara artık bakın, ben buradayım, intihar cərəsəsinə gəlib çatmışam. Xahiş eləyirəm, nömrələri var, adresləri var, ataları var, anaları var, valideynləri var, evləri var. Bütün mənim əsəb sistemlərim pozulub da, emosiyalarımdan görürsünüz ki, mən nə haldayam, nə vəziyyətdəyəm. Ağzına gələn söyüşlər söyürlər mənə.